Bəzi adamlar məsələn deyir ki, bir məclis olsaydı gedərdim o məclisdə iştirak edərdim. Bir mövlud məclisidir, mövlud ab-ı havası məsələn məsciddə ya harda soruşurlar da məclis olacaq, mövlud olacaq. Deyirsən ki, məsələn, yox, olmayacaq. Olmayacaq, sən ged özün üçün bir dənə mövlud elə. Necə elə? Onu ailöndə yarat. O ab-ı havanı yarat. Və bu cür yarat. Bir dənə məsələn, tort al, gətir evə. Uşaqlar deyəcək, ata bu nə tortdur belə alıb gətirmirsən? Bu günləri Əli Əkbər ağanın mövlududur. Bu günləri İmam Zaman dünyaya gəlib. Nə gözəl. Onu çək sonra paylaş. Qoy qohum əqrəbə görsün ki, bu gün İmam Zamanın mövlududur. Sən də İmam Zamana bu cür dəstək ol da. Elə deyə, yox. Axtarma ki, haradasa məclis keçilsin, mən olum iştirakçı, ol təşkilatçı. Təşkil el onu. İndi yüksək səviyyədə təşkil edə bilmirsən, ailə səviyyəsində təşkil edə bilərsən, yoxsa yox. Ailəndə, məsələn, sonra da deyirlər ki, uşaq namaza gəlmir, nə bilim, xanım hicaba gəlmir, namaza gəlmir, ibadətə gəlmir. Sən niyyət elə əhl-i beyti, yedizdir ona görə sonra necə gələcək? Eləmirsən bunu, yoxsa yox. Bax, bunları eləməklə, həyat budur. Hələ namazımı qıldım, çıxdım, getdim, yox. Gəl, mövlud mərasimlərində, mövlud günlərində öz səviyyəmizdə əhl-i beyti yaşada bilək. Görək əhl-i beyti nə qədər yaşada bilmişik. Nə qədər yaşada bilmişik. Əhl-i beytin şad günündə bizə deyiblər, neyniyin? Şadlanın. Təzə paltar giymək şadlanmaqdır. Deyir İmam Səccad ağa, elə gözəl paltar giyinmişdi. Baxan deyir, ağa, hara gedirsən? Nə olub? Toydur. Dedi, yo, Allahla görüşə gedirəm. O dəqiqə bunun düşüncəsində bu şeyi yaratdı ki, İmam Səccad əleyhissalam, bəli, Allahla görüşə getdiyin vaxtda təzən nə varsa onu giyinib, keçinib gəlməlisən. Artıq insan başa düşür ki, təzə paltarı təkcə toya giyinmirlər. Təkcə xeyir işə giyinmirlər. Allah xeyir iş qismət eləsin hamıya. Təzə paltar gərək Allahla görüşə də gedəndə giyinəsən. Bu günləri İmam Hüseynin mövlududur. Bu gün İmam Zamanın mövlududur. Ona görə giyinmişəm bu təzə. Hara gedirsən belə? Heç yara. Qardaş, sən niyə belə təzə paltar giyinmişsən? Maşallah. İmam Zaman mövlududur. Bir dənə İmam Zamana dilbə gətir, dey ona. Sən bir təsiri qoyan Allahdır. Təsiri qoyan Allahdır. Və bu təcrübədə isbat olub. Təcrübədə görsənib. Sən bir dənə bu sözü deyəndə o gedəcək axşamızan fikirləşəcək ki, bu mənə nədir deyə. Bu mənə nədir?